Deməli, mən sizdən başlamaq istəyirəm. Kurikulum nədir? Hara nə qədər düşür və biz bu sualları hansı formatda işləyək? Çünki dərsi, baxın, mən dünən bir post paylaşmışam Instagramda. Ona yazmışam ki, 2015-2022-ci il arası kurikulum sualları, yəni MİQ imtahanı rahat düşürdü. Ondan sonra qəliz düşürdü. 2022-ci ilə qədər düşən kurikulum sualları konkret, əzbərci, rahat suallar idi. Düşürdü ki, nə bilim, formal nədir, qeyri-formal nədir, rahat bir suallar düşürdü. Amma son 3 ildir ki, dalbadal kurikuluma çərçivə sənədində olmayan suallar düşür. Və bir çoxları özü oxuduğu halda deyir ki, mən kurikulumu işləyə bilmirəm, kurikulum heç yerdə yoxdur, bu kurikulumu biz necə işləyək? Əziz müəllimlər, bax, sertifikasiya imtahanına 10 sual düşür, MİQ imtahanına kurikulumdan 20 sual düşür və sertifikasiya imtahanına düşən bu 10 sualın 5-i, MİQ imtahanında da düşən 10 sualın 5-i. Sual belə yazılır. Hansı yanlışdır tipli? Mən bunu artıq bu il hamıya deyirəm ki, hamı bundan xəbərdar olsun. Hansı yanlışdır tipdə olur? 5 dənə sualımız və hansı yanlışdır tipdə olan sualın A, B, C, D, Y. Yəni hər 5 dənə sualın düşünün ki, hər variantı bir mövzuya aid olur. Yəni siz 5 dənə sualı yox, 25 dənə sual işləyirsiniz. Bax, adicə bir dənə 5 sualın içərisində 25 dənə mövzunu bilməlisiniz ki, bu sualı işləyə biləsiniz. Yəni kurikulumda 40 sual MİQ imtahanında düşür. 30 sual sertifikasiya imtahanında düşür. Özət nə oldu? Bir sualı bilmək üçün 5 mövzudan xəbərdar olmalısınız. Və yaxud da hansı yanlışdır olmasın, hansı doğrudur tipli suallar olsun. Yenə hansı doğrudur olan variantı tapmaq üçün siz ən azı 5 mövzunu bilməlisiniz. Və yaxud da suallar düşür. Doğru yanlış formatında cədvəldir, 2-yə bölünür, uyğunluğu tap, deyir doğru yanlış. Bir dənə sual işləmək üçün 4 dənə mövzunu bilməlisiniz. Yəni deyəcəyim budur ki, kurikulumdan özünüzü 20 suala hazırlamayın. Sertifikasiya imtahanında deməyin ki, əşi 10 dənə sualdır. Xeyr, 10 dənə sual deyil. Siz sertifikasiya imtahanında az 25 dənə sual görürsünüz kurikulumdan. Yəni bu sizə ilk öncə verəcəyim bir məlumatdır. İkincisi, kurikulumdan bəli, çərçivə sənədində olmayan, bunun adı psixologiya olan bir mövzudan sual düşür. Yəni sertifikasiya imtahanında da minimum 3 dənə sual bu formatda düşür. MİQ imtahanında 10 dənə sual bu formatda düşür. Sual sırf heç bir mövzuya aid deyil. Sual sırf müəllimin və şagirdin davranışına aiddir və sual ekran boyda olur. Sadəcə bu ekran boyda sualları işlədiyi zaman çox adam məntiqdən bunu tapmağı bacarır. Və məntiqdən tapdığı zaman iki variant arasında qalır. Deyir, ay müəllim, A bəndi də çox oxşuyurdu, B bəndi də çox oxşuyurdu, bilmədim nəyi götürüm. Və bu suallar arasında incə məqam budur ki, hər biri bütün variantlar düzgün ola bilər. Artıq MİQ imtahanında variantların hamısını düzgün verirlər. Müəllim sınavını işləyənlər bilir. Mən atırlar ki, müəllim, niyə bu düzgün deyil? Deyirəm, düzgündür. 10% düzgünlük payı var. Bütün variantlarda düzgünlük payı olur, amma biz ən düzgün variantı tapmaq lazımdır. Artıq kurikulumun suallarının disiplini budur. Bütün variantlarda düzgünlük payı olur. Hətta eləsi var ki, 40% düzgünlük payı olur. Birində 60% olur. Və ən düzgün cavabı götürməyiz lazımdır. Bu kurikulumun özəl nöqtələrindən biridir. İndi mən keçirəm izahıma. Yəni siz mən dinləyin görək. Bəzi düzdür. Bunlar saymaqdan bitməz. Bu bir dərsə bitə bilməz. Bunları işləmək üçün siz ən azı bir minimum indi bir 5 dərs, 6 dərs bunları çox demək lazımdır ki, bunlar sizin beyninizdə formalaşsın. Deməli müəllimlər, kurikulumda əvvəlcə başlayıram bunun nə olduğundan və situasiyaya uyğun suallara aid indi mən sizə səsdən suallar deyəcəm, həmçinin ekrana da qoyacağam. Görəcəksiniz ki, mən nəyi deyirəm sizə. Deməli, gəlin başlayaq. Birinci, kurikulum nədir? Əziz müəllimlər, kurikulum təhsilin məzmununu, təşkilini və qiymətləndirilməsini özündə əks etdirən konseptual sənəddir. Düz bir ay əvvəl kurikulum tamamilə dəyişdi. Biz də o dəyişikliyə uyğun gedirik. Artıq biz sizdən bilənlər bilir. Vəzifələrdir, etik davranışdır, pedaqoji tələbdir, bunları deməyəcəyik. Amma onların içərisində bəzi vacib yerlər var ki, onlar sizə kurikulumda situasiya uyğun sualları işləməyə kömək eləyəcək. Bir də mən sizə bir 10 dəqiqəyə o situasiya uyğun suallar deyirəm. Dağılla keçirik biz sizdən inteqrasiya dərsinin izahına. Deməli, əziz müəllimlər, kurikulumda ən birinci məqsəd şagirdi ön planda tutmaqdır. Kurikulumda birinci məqsəd sağlam psixologiyada şagird yetişdirməkdir. Buna görə deyirlər ki, müəllim şagirdi vurmasın, müəllim şagirdə qışqırmasın, müəllim şagirdə aldatmasın. Bəli, birinci məqsəd nədir? Sağlam psixologiyada şagird yetişdirmək. İndi siz qeydə alırsınız ki, kurikulumun situasiya uyğun suallarını işləmək üçün birinci addım, birinci qızıl qayda.
Birinci qızıl qayda. Mən də bunu bura qeyd edirəm. Siz də qeyd alın. Kurikulumda sualları işləmək üçün birinci qızıl qaydamız budur ki, yadınızda qalsın. Şagird nə edirsə etsin, lap adam belə öldürsə, şagirdi hamının yanında danlamaq olmaz. Səhvi nə olursa olsun. Bu illərim ən azı 2-3 sual görürük bunun barəsində. Birinci qızıl qayda. Şagird nə edirsə etsin, onu hamının yanında danlamaq olmaz. Siz bu qızıl qaydanı bilsəz, bununla bağlı qabağınıza ekran boyda da sual çıxsa, 5 də sual çıxsa, siz oxuyanda görəcəksiniz ki, orada şagirdi kiminsə yanında danlamaq var. Səhvini kiminsə yanında üzünə vurmaq var. Bilin ki, yanlışdır. Yəni şagird nə edirsə etsin, onu hamının yanında, dərsə gecikibmi? Hamının yanında demək olmaz ki, gecikmisən. Kimisə vurubmu? Hamının yanında demək olmaz ki, niyə bunu vurmusan? Oğurluq mu eləyib? Demək olmaz ki, niyə bunu eləmisən? Və yaxud da şagird nəsə müəllimə ki, bu söz mü deyib? Şagird da ki, dərs zamanı ağlayırmı? Müəllim o uşağa hamının yanında soruşa bilməz ki, nə baş verib, sən nə üçün ağlayırsan? Bu kurikulumda birinci qızıl qaydadır. Şagirdi hamının yanında alçatmaq, hamının yanında səhvini vurmaq, səhvini soruşmaq olmaz. İkinci, son 2 ildir qəbul suallarımızdır. Son 2 ildir 3-4 fəndə qəbul sualı düşür. Bunu deyirəm, baxın, bu il hətta kimya fənninin 41-ci sualı idi. Kimyaçılar bu sualı görən kimi düz yazdılar. Dağılan 42-ci sualda özüm getdiyim üçün, mən də kimya müəlliməsiyəm, girdiyim üçün bilirəm ki, 42-ci sualda əzbər dediyimiz suala aiddir. Bax, bu 5-dən birinə aiddir, sayacağıma aiddir. İlk 41 və 42-ci sualları görənlər artıq görür ki, bildikləri suallardır və rahat olurlar kurikulumdan barədə. Ona görə bu ilmi imtahanında kurikulumu ən yaxşı yazanlar kimyaçılar və ingilis dili müəllimləri idi. Ən yaxşı yazanlar. Çünki başlıq sualları o qədər rahat idi ki, o sualları işləyən zaman bir öz güvən gəlir insana ki, rahatdır. Adam elə rahatlaşır ki, rahatdır. Bir də var ki, ilk sualdan ekran boyda böyük bir sual gör, saç baş qal və işləyə bilmə. İndi mən sizə bu sual deyirəm. Birinci sual bir neçə fənnin miq sualıdır. Şagird summativ zamanı köçürdürsə, müəllim köçürdüyünə əmindirsə, mütləq şagirdə 0 verməlidir. İkinci qızıl qaydamız. Birinci qızıl qayda nə oldu? Şagirdi hamının içində danlamaq olmazdı. İkinci, şagird summativ zamanı köçürdürsə, şagirdə mütləq 0 vermək lazımdır. Bax, buranı deyirəm mən sizə. Mütləq 0, amma əmindirsə. Sual düşmüşdü bu il kimya imtahanında, kimya miq imtahanında. Şagird summativ, müəllim şagirdin köçürdüyü zaman, dərs summativ zamanı köçürdüyünü görür. Müəllim hansı addım atsın? Cavabımız mütləq 0 verməkdir. 2024-cü ilində qəbul sualıydı. Müəllim şagirdin summativ zamanı köçürdüyünü görür. Müəllim hansı addım atsın? Bax, bu bizim heç yerdə yazılmayan. Bu heç yerdə yoxdur. Qiymətləndirmə dərsində yoxdur, prinsip dərsində yoxdur, müəllim şagird dərsində yoxdur. Sadəcə bu ipuclarını bilsəz, kurikulumu işləyə biləcəksiniz. Bəli, son 2 ildir ki, texnologiyada var idi, kimyada var idi. Bir də səhv etmirəmsə fiziki tərbiyə ilə musiqi fənnində olmalıydı bu sual. Köçürürsən nə edirik? 0 verdik. Başqa bir, bu sualın bir əksi də var idi. Bunu da deyəcəm sizə. Sonra, hətta orada belə bir sual var. Deyir, müəllim şagirdə heç bir tədbir görməsin var idi. Müəllim şagirdə başqa vərəq versin var idi. Müəllim şagirdə tutaq ki, fərdi danışsın var idi. Xeyr, summativ zamanı müəllim o uşağı çıxarıb fərdi danışsa, o birlər yerdə qalanlar niyə baş-başa qalacaq uşaqlar? Olmaz. Müəllim o dəqiqə o uşağa 0 verir, vərəqə əlindən alır və summativ davam eləyir. Dərs bitəndən sonra 0 alan şagirdi, köçürən şagirdi yanına çağırır, ona köçürtməyin nə qədər pis bir addım olduğunu, nə vaxt köçürsə, onu eyni addımların gözlədiyini bildirir. Aydındırmı? Bu bizim əsas qaydalarımızdandır. Amma baxın, əmindirsə, uşaq ki, müəllim şübhələnirsə 0 verməyəcək. Müəllim görürsə ki, uşaq hələ köçürtmür, sağa sola boylanır. Bu da bu sualda var idi. Görür ki, müəllim uşaq köçürtmür, sağa sola boylanır, kimdənsə imdad eləyir, kimdənsə mədət qılır. Bəli, var. Bu sual həm sertifikasiya, həm miq sualıdır. Bu zaman müəllim neyinir? O dəqiqə 0 vermir. Yəni, hər bir sualın özünün yeri var. Sadəcə siz bir müəllim kimi davranış qaydalarını bilmək lazımdır. Birinci qızıl qayda, danlamır hamının yanında. İkinci qızıl qayda, müəllim şagirdin köçürdüyünə əmin olduqda 0 verir. Bunu çox adam elə cavab qoyurlar ki, oxuyursan, deyirsən ki, nə yaxşı müəllim, də cavab belə budur. Orada yazır ki, müəllim şagirdin vərəqini dəyişir ki, şagird, nə bilim, səhvini anlasın. Xeyr, mütləq 0-dır, başqa yolu yoxdur. Üçüncü qızıl qaydanı deyirəm sizə. Summativdə olsa, BSG-də olsa, KSG-də olsa, açıq dərsdə olsa, nə olur, olsun, tədbir zamanı da olsa, müəllim görürsə ki, bir şagird o birinə bullying eləyir,
Bir şagird o birini alçaldır. Bir şagird o birini vurub. Bir şagird o birinin saçını yonur. Müəllim mütləq onlara tədbir görməlidir. BSG də olsa, dərs pozulsa da müəllim mütləq nə edir? Bəli, hamı üçündür müəllimlər. Kurikulum bütün fənlər üçündür. Heç kim çıxmasın. Nə dedik? Dedik müəllim bullying nədir müəllimlər? Bullying davadalaşdı. Tutaq ki, uşağın biri açıq dərs zamanıdır. Müəllim görür ki, uşağın biri o birinin saçını yonur. Deyir ki, müəllim neynəsin? Variantda verilir ki, açıq dərsdir, müəllim buna məhəl qoymasın, çünki otaqda direktor var. Variantda verir ki, müəllim buna bir dərslik göz yumsun, dərs yaxşı keçsin, sonra buna tədbir görər. Xeyr. Harda bullying, yəni davadalar, saç yolmaq, şobut davranmaq, aqressivlik hal gördünsə, müəllim buna dərs zamanı tədbir görməlidir. Bu ilin qəbul suallarındandır. MİQ imtahanına girənlər, düzdür, tam əzbər bilmirəm hansı fənnində, amma qəbul suallarındandır. Yəni, şiddət halları göz ardı edilə bilməz. Müəllim buna tədbir görür. Necə tədbir görür? O uşağı durub da anlamır, hamının içərisində dedi. Yaxı olmaz da anlamaq. Sadəcə o şagirdləri ayırır. O şagirdlərə bütün siniflə bir yerdə empatiya aşılayır ki, danışır ki, uşaqlar, dərs zamanıdır, dərsdən sonradır. Bir-birinizə aqressivlik olmaz, dalaşmaq olmaz, vurmaq olmaz. Sizin hissləriniz var, siz şagirdsiniz, özünüzü onun yerinə qoyun. Bu tipli bir danışıq aparmalıdır müəllim mütləq ki, o bullying edən şagird görsün ki, müəllimin nəzarəti bundadır. İndi mən sizə bir dənə də sual deyəcəm, ağlıma gəldi, onu da deyəcəm. Yəni, müəllim budur danışıq aparmalıdır. Dərs bitən kimi o şagirdi çağırır yanına ki, sən niyə o uşağın saçını yonurdun? Sən niyə bu uşağı arxadan vururdun? Sən niyə buna ki, bu söz demirsən? Aydındır. Yəni, bunlar göz ardı edilə bilməz. Dördüncü qızıl qayda. Yenə deyirəm, bunu bilsəz elə bilin ki, kurikulumdan ən azı bir situasiyaya uyğun 4 sual işləyə bilirsiniz. Çünki bütün suallar bu qızıl qayda ətrafında fırlanır. Bütün suallar bu saydığım qızıl qayda ətrafında fırlanır. İndi qayıdıb sual cavab edəcəm sizə. Demək, birini də deyirəm. Müəllim məktəbdə əsla rəqabətə yol verə bilməz. Bəzən cümləni elə qoyurlar ki, yazırlar ki, sağlam rəqabət, yazırlar ki, uşaqlar bir-birindən rəqabət edib yaxşı oxuyur, yazırlar ki, elə bir rəqabət var ki, uşaqlar həvəslənirlər, olmaz. Həvəslənsə də, həvəslənməsə də, sağlam olsa da, xəstə olsa da, harda rəqabət gördünsə, bil ki, o situasiya yanlışdır. O sual yanlışdır. Kurikulumda rəqabət olmaz. Kurikulum deyir ki, sağlam psixologiyada şagird yetişdiririk. Rəqabət olmaz. Çünki rəqabət varsa, demək uşaq burada dərsi sevə-sevə oxumur. Demək uşaq burada prinsipə görə oxuyur. Kim nəsə yaxşı olum deyə oxuyur. Rəqabət varsa deməli, müəllim bunlara fərq qoyub. Ona görə rəqabət var. Uşaq istəyir ki, o uşağı müəllim daha çox tərifləyir. Müəllim onu daha çox sevir. Ona görə rəqabət olmaz. Rəqabət varsa, sabah bunun davamında şiddət də olacaq. Ona görə rəqabət əsla olmaz. Qayda alıram, rahat olmayın, göndərəcəm. Şiddət əsla və əsla olmaz. Belə, rəqabət olmaz. Bir də müəllim şagirdləri tərifləməli deyil. Qiymətləndirməyə aid olan suallarımızın, müəllim-şagird valideyn münasibətinə aid olan suallarımızın, bu il 3 yeni mövzu salınıb çərçivəyə uyğun. O sualların özəyidir. Tərifləmək olmaz. Tutaq ki, mən öz qrupumda müəllimin birini tərifləyirəm. Düzdürmü? Mən dərs keçirəm. Müəllimin biri 2 dəfədən belə 20-20 yazır. Hamısını səhsiz yazır. Mən bunu tərifləyirəm. Axı o sıfırdan başlayan müəllim deməzmi ki, müəllim bunu demək o bizdən yaxşıdır. Artıq o müəllimdə biraz, o bir digərlərində özünə güvənsizlik formalaşır ki, demək yaxşımız odur. Və yaxud da o təriflədiyim şagirdə qarşı, təriflədiyim insana qarşı aqressiya formalaşır ki, o torpillidir, o müəllimin ən sevimlisidir. Və yaxud da uşaq elə düşünür ki, mən onu sevmirəm, mən o birisini sevirəm. Bu da artıq o birinə təriflənənə qarşı rəqabəti gətirib çıxardır. Rəqabətin özəyi nədir? Tərif. Ona görə kurikulumda tərif olmaz, rəqabət olmaz, bullying halını gözdən gəlmək olmaz, kimliyindən asılı olmayaraq fərq qoymaq olmaz, hətta qoy bunu da deyim. Bu ilin özəl suallarındandır. Şagirdin, həmişə mən deyirəm, parası olmasa belə. Yəni, uşağın yarısı yoxdur da. Çox üzr istəyirəm, kiminsə əgər xəstə bir övladı varsa, niyyətim yəni incitmək deyil sizi. Yəni, niyyətim budur ki, izah eləmək istəyirəm ki, bir uşağın başı belə olmasa, bədəni var, başı yoxdur. Amma yenə fərq qoyma. Bir uşağın heç bir nəslindən, heç bir nümayəndə yoxdur. Şəhid övladıdır. Tutaq ki, heç kəsi yoxdur bu uşağın. Amma yenə fərq qoymaq olmaz. Çünki fərq qoyduğumuz zaman həm o şagird özü bunu hiss eləyir, həm də digərləri artıq o uşağa qarşı aqressivlik formalaşa bilir ki, nə oldu onu çox istəyir. Aydındır? Olmaz. Bu 5 qızıl qaydan bilsəz, kurikulum sizin üçün belə su olacaq. Bir də sayıram 5-ini də.
Birinci qızıl qayda neynirdi müəllim? Şagirdin səhvi nə olursa olsun, hamının içində o uşağa onu demirdi ki, niyə belə eləmisən? Çağırırdı Fərdi yanına. Görürdü ki, Fərdi də hətta qoy bunu da deyim. Görürsən ki, müəllim uşağı çağırıb yanına. Fərdi ona izah eləyir ki, səhv eləmisən, oğurluq eləmək olmaz, kimsə vurmaq olmaz, dəsə gecikmək olmaz. Danışır bundan Fərdi ki, hamının yanında olmasın, danışır. Müəllim görür ki, bunun xeyri yoxdur. Mən bunu danışmışam, amma yenə bunu eləyir. Müəllim neynir o zaman? O şagirdi artıq psixoloqa yönləndirir. Aydındır? Yəni deməyək ki, mən buna danışmışam bir dəfə. İndi qoy hamı yanında mən bunu deyim şagirdinə. Xeyr. Müəllim danışır bir dəfə, görür xeyri yoxdur, artıq o uşağı psixoloqa yönləndirir. Birinci qızıl qayda, hamının yanında danışmaq olmazdı. İkinci qızıl qayda, götürürsə mütləq sıfırdır, başqa yolu yoxdur. Üçüncü qızıl qayda, bullying halları göz ardı edilməli deyildi. Dördüncü qızıl qayda, rəqabət olmaz. Beşinci qızıl qayda, kurikulumda tərifləmək olmazdı heç kimi. Bir də altıncı qızıl qayda isə ilə eyni bununla bərabərdir. Yəni kimliyindən asılı olmayaraq fərq qoymalı deyilsən şagirdə. Belə, bu bizim kurikulumun özəki yerlərindəndir. Bizdə bizim kurikulumda əvvəllər prinsiplər deyə bir mövzu var idi. Amma indi bu mövzunu dəyişiblər, yəni çıxarılıb. Amma mən bunu bura salmışam ki, siz anlayın ki, şagird yönümlülük nədir, şəxsiyyət yönümlülük nədir. Çünki bu bizim kurikulumun ən axırıncı dərsinə qədər bizə lazımdır. Şagird yönümlülük deyəndə, yəni müəllimin şagirdi nəzərə alması, müəllimin şagirdi bir böyük kimi, bir söz sahibi kimi nəzərə almasıdır. Şagird yönümlülük nədir? Müəllimin bir söz sahibi kimi nəzərə alması ki, bu uşaq fərddir, bu uşaq vətəndaşdır. Yəni müəllim uşağı nəzərə alır. Yəni müəllim uşaqlara seçim haqqı verir ki, nə istəyirsiniz? Sizə nə maraqlıdır? Sizə hansı uyğundur? Bax, bu da şagird yönümlülük. Yəni müəllim açar söz müzakirə. Yəni müəllim uşaqlara deyir ki, mən qarışmıram. Siz özünüz bunu müzakirə eləyin. Sizə hansı uyğunsa onu götürün. Şagird yönümlülük şagirdi yaxşı tanıyır. Dərs keçməmişdən qabaq dərsi o uşağın marağı, arzusu üzərində qurur. Budur şagird yönümlülük. Şagird yönümlülük şagirdin qabiliyyətindən müəllim xəbərdardır. O uşağın qabiliyyətini, potensialını müəllim ört-basdır eləmir. Daha da inkişaf etdirmək istəyir. Hətta valideynə xəbər verir. O uşağın özünə xəbər verir ki, səndə filan qabiliyyət var, bunun üzərində işlə. Bax, budur şagird yönümlülük. Məsələn, müəllim görür ki, uşağın birinin musiqiyə həvəsi var, musiqi duyumu var. O uşağın valideyninə bildirir ki, bu uşağın musiqiyə həvəsi var, bunun üzərində işləyin. Və yaxud da müəllim görür ki, uşağın bədii kitab oxumağa həvəsi var. Müəllim o uşağa artıq çoxlu bədii kitab oxumaq tapşırır. Yəni nə edir müəllim? Uşaqda bir şeyi görür, bir işığı görür və onu böyütməyə çalışır. Budur şagird yönümlülük. Bir də var şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük bir insana şəxsiyyət kimi davranmaqdır. Bayaqsa demişəm. Dedim ki, birinci qızıl qayda. Şagirdin səhvi nə olursa olsun, hamı yanında onu tənbihləmir. Çağırır, Fərdi danışır. Müəllimin şagirdə Fərdi yanına çağırıb, öğüt nəsihət verməsi, təlim-tərbiyə verməsi, bax, o uşağa artıq şəxsiyyət kimi yetişdirməyə aiddir. Məsəl üçün, sizin bir şagirdiniz var, bir səhv hərəkət eləyir. O uşağı çağırırsan ya, və yaxud övladımıza olsun. Övladımıza nə deyirik? Deyirik ki, məktəbə gedəndə ağıllı ol, sakit dur, dalaşma, dərsini yaxşı oxu ki, bir iş sahibi olasan. Bizim uşaqlarımıza, övladlarımıza, şagirdlərimizə bu cür danışmağımız onları artıq şəxsiyyət kimi tərbiyə etməyə aiddir. İkincisi, şəxsiyyət yönümlülük vətənpərvərlikdir. Cümləmizdə vətənpərvərliyə aid bir nüans görsəz, bilin ki, artıq o uşağı müəllim şəxsiyyət yetişdirmək istəyir. Məsəl üçün, müəllim uşağı şəhidlər xiyabanına mı aparır? Müəllim uşağı anın günnaid şeiri mi verir? Müəllim şagirdə milli qəhrəmanlarımızı əzbərlətdirir? Müəllim şagirdə tutaq ki, qənimətlər parkına mı aparır? Yəni, müəllim şagirdə vətənpərvərliyə aid, tutaq ki, müəllim şagirdə filan şəhidin həyatı haqqında mı danışır? Demək, müəllim o şagirdə şəxsiyyət yönümlülüyü təbliğ eləyir. Aydındır. Bir də, deməli, nə oldu bizim burada? Şəxsiyyət yönümlülük nə oldu? Şagirdlə fərdi danışmaq, uşağa təlim-tərbiyə vermək, şagirdə vətənpərvərliyi təbliğ eləmək, bir də hansı şagirddə ki, mükəmməl bir şey var. Yəni, görürsən ki, uşağın biri artıq mükəmməl şeir yazır. Uşağın mükəmməl, ailə belə yox, yola verdi, yox, yaxşı, əsl şair kimi. Deyirik ki, artıq bu uşaq şəxsiyyətdir. Bir də baxın, bizim daha şəxsiyyətlərimiz kimlərdir? Üzeyir Hacıbəyov, Əhməd Cavan, Səməd Vurğun. Yəni, bizim daha şəxsiyyətlərimiz mükəmməl bir xalq şairlərimizdir, xalq yazıçılarımızdır. Yəni, artıq uşaqda mükəmməl bir qabiliyyət varsa, biz deyirik ki, bu şagirddə artıq nə var? Şəxsiyyətlik var. Aydındır?
Bir də burada mən bəzi nüanslar yazmışam, amma da bunu deməyəcəm ki, sizi yormayım. İndi qayıdıb mən sizə inteqrasiya dərsini izah edirəm. İnteqrasiya bizim həm sertifikasiya, həm miqdə elə bir fən yoxdur ki, düşməsin o sual. Birinci özək sualımızdır. Hər dərs mən buna aid müəllimlərə sual verirəm ki, bu bizim yadımızdan çıxmasın. İnteqrasiyaya başlayıram. Mən diqqətlə dinləyin, qeydinizi alın. İzah eləyib qayıdıb sual-cavab eləyəcəm. Özü də ki, bizim sual-cavablarımız inteqrasiyaya uyğunda, taksonomiyaya uyğunda, hamı öz fənninə uyğun olacaq. İnteqrasiyaya aid sualları. Kimsə indi özü oxuyursa kurikulumu. Səhv eləməyinizdə birinci nüans budur ki, siz sualları öz fənninizə uyğun işləmirsiniz. Azərbaycan dili müəllimi hardan bilsin ki, tarixin hansı məzmun xətti var, ona uyğun suallar işləyə bilsin? Kimya müəllimi hardan bilsin ki, texnologiya fənnində hansı məzmun xətti var, hansı mövzulara ona aid suallar işləyə bilsin? Buna aid suallar, bəli, testlərində mən də verirəm. Artini sınağına atıram, qəbula düşmüş inteqrasiya sualları atıram ki, qoy dünya görüşümüz inkişaf etsin. Qoy işləyə bilək inteqrasiya sualları. Bəli, testlər hamıya uyğundur. Amma suala cavab etdiyimiz zaman mütləq kurikulumu hamı öz fənninə uyğun sual-cavab olunmalıdır. Əgər nə isə kurikulumla bağlı bilmirsinizsə, bilin ki, orada siz digər fənlərlə bağlı olan nüansı bilmirsiniz. Mən bunu tam qaranti verirəm. Çünki mən tarix müəlliminə durub YDT aid inteqrasiyaya aid sual versəm, riyaziyyata aid taksonomiyaya aid sual versəm, əlbəttə o bilməyəcək. Texnologiya müəllimi, ibtidai sinif müəllimi hardan bilsin ki, biologiya dərsində, fizika dərsində filan termin var, onu bilsin, düzdürmü? Ona görə bu tip sualları işləməyin bircə yolu öz fənninizə uyğun inteqrasiya bilməyinizdir. Öz fənninizə uyğun sual-cavab olmağınızdır. Mən də müdavimlərim. Öz fənninə uyğun sual-cavab olunduqda əla, səssiz cavab verir. Amma digər ki, ümumi test işləsin, hamı bütün fənlərlə bağlı. Hə, orada görürsən ki, səhv eləyir. Yəni inteqrasiya ilə bağlı özünüzü həvəsdən salmayın. Ən rahat fənlərdən biridir inteqrasiya. Mövzulardan biridir inteqrasiya. Başlayıram indi inteqrasiyaya aid izaha. Mən diqqətlə dinləyin. Kaydı da mən sizə göndərəcəm. Hələ buna aid səslər də göndərəcəm qrupa. Sağaflarımda sual-cavab eləyəcək. Kim ki inteqrasiyaya aid öz fənninə uyğun sual-cavab olunmaq istəyir, mənə bir dənə əvvəlcədən yazar. Mən onu sabahlarım sual-cavab eləyəcəm dərs zamanı. Taksonomiya dərsindən qabaq. Belə. Başlayıram izahıma. Diqqətlə mən dinləyin. Bu PDF-imdə də ki, hər bir şey mükəmməl formada vurğulanıbdır. Bunu da mən sizə göndərəcəm. Demək müəllimlər, inteqrasiya əvvəlcə gəlin baxaq görək nədir? İnteqrasiya bizdə əlaqələmə deməkdir. İnteqrasiya budur ki, yəni müəllim bir dərsdə başqa bir fənnin terminini, başqa bir fənnə aid söz deyirsə, başqa bir fənnə aid tapşırıq verirsə, demək müəllim orada o fənni inteqrasiya edir. Və yaxud da ki, müəllim öz fənnində şagirdə nəsə bir əvvəlkinə aid sual-cavab eləyirsə, demək müəllim orada inteqrasiya edir. Gəlin indi başlayaq biz sizdən inteqrasiya növlərinə, ondan sonra gedək sual-cavabımıza. Müəllimlər, bizdə inteqrasiyanın 3 növü var. Bizdə inteqrasiyanın 3 növü məlumdur. Bunun birincisi fən daxili inteqrasiyadır. Fən daxili, mən diqqətlə dinləyin, çox diqqətlə dinləyin özü də. Fən daxili. Müəllimlər, fən daxili inteqrasiya bir də öz fənninizlə bağlıdır. Kimya müəllimi ancaq kimya ilə, fizika ilə, biologiya ilə, ibtidai ilə, ingilis dili ilə. Bu sualı işləmək üçün birinci nüans, görün nə deyirəm sizə. Əgər ixtisas fənnindən hazırlığa qoşulmusunuzsa, inteqrasiyaya aid bir sualı düzgün yazmaq ən azı 2 sual düşür, amma miqa sertifikasiyaya 2 sual düşür inteqrasiyaya aid. Əgər bu sualları düzgün işləmək istəyirsinizsə, mütləq ixtisas fənninizi fən kitablarından, sizin kitablarından oxuyun. Mən sizə birinci bunu tövsiyə edirəm. Tutaq ki, ingilis dili müəllimisizmi? Mütləq 5-ci sinif ingilis kitabında oxu, 6-cı sinif ingilis dili dərsi. Yəni, oxuduğun fənni dərsi kitabından oxu. Kimya müəlliməsizmi? 7-nin kitabını, 8-in kitabını, 9-un kitabını, 10-un və 11-in kitabını oxu. İbtidai sinif müəlliməsizmi? Oxuduğun materiallı fən kitabından oxu. 1-ci, 2-ci, 3-cü, 4-cü sinifdən oxu. Biologiya müəlliməsizsənsə, oxuduğun kitabı güvəndən, hədəfdən, bütövdən oxu, amma həmçinin də ki, sinif kitabından da oxuyun. Birinci nüans burasıdır. İkincisi, öz fənninizin məzmun xəttini mütləq ixtisas müəllimindən soruşun. Yəni, məndən soruşmayın. Mən ola bilər ki, tapdım, sizə bunu atdım, amma bu mənim sahəm deyil. Siz bunu, mən bu dinlə sizə bunu kimya ilə bağlı deyə bilərəm. Amma mən tarixi hardan bilim? Düzdür. Yenə mən dünya görüşüm var. Mən bunu deyirəm sizə. Amma tam əhatəli olmaq üçün mütləq bax, indi qeyd alın, gedin yazın, soruşun müəlliminizdən. Müəllim, mənim fənnimin məzmun xətti hansılardır?
mütləq dərəcədə bu dərs bitəndən sonra birinci işiniz, bunu mən həmişə deyirəm, öz mənə də bildirirəm. Deyirəm ki, birinci işiniz ixtisas müəllimindən fənninizin məzmun xəttini soruşmaqdır ki, müəllim mənim məzmun xəttim hansıdır? Birinci bunu eləyin. Bir də oxuduğunuz ixtisas fənnini sinif kitabından oxuyun. Bu həm sizin öz fəninizlə bağlı lazımdır, həm də inteqrasiyaya aid sualları işləmək üçün lazımdır. İndi başlayıram sualın izaha. Bizdə inteqrasiyanın 3 dənə növü var. Bunun biri fən daxili inteqrasiyadır. Fən sözümə bax, maşallah. Yine səhv yazdım. Fən daxili. Fən daxili inteqrasiya bizdə öz fənninizlə bağlıdır. Kimya ilə, fizika ilə. 2 dənə nüans var. Bu 2 yerə bölünür. Bunun birincisi üfüqidir. İkincisi də ki, şaqulidir. Üfüqi və şaquli ancaq burada görülür. Başqa yerdə yoxdur. Üfüqi inteqrasiya bizdə budur ki, üfüqi. İndi dinləməyə baxın, gör nə deyirəm. Ekrana baxın hətta. Üfüqi. Üfüqi inteqrasiya eyni sinifdən söhbət gedir. Yəni müəllim 6-cı sinifə tarix dərsi keçir. Elə ancaq uşağa verdiyi suallar, verdiyi izah 6-cı sinifin tarix dərsinə aiddir. Eyni sinifi əhatə edir. Məsəl üçün deyirəm ki, müəllim şagirdə 6-cı sinifdə tutaq ki, indi ibtidai icma quruluş dərsini keçdiyi zaman şagirdə 2 dərs sonrakindən sual verdi. 2 dərs əvvəlkindən sual verdi. Dərs əvvəlki ha. Tutaq ki, mən indi noyabr ayındayam. Tarix dərsidir 7-ci sinifə. Mən şagirdə 7-ci sinifin sentyabr ayında keçdiyi mövzudan sual verirəm. Və yaxud da may ayıdımı? Mən şagirdə 1 il ərzində keçdiyim öz dərsimdən 7-ci sinifdirsə ancaq 7-ci sinifdən sual verirəm. Fən daxili inteqrasiya bizdə budur. Fən daxili üfüqi ancaq eyni sinifdən söhbət gedir. Bir də bura aiddir məzmun xəttləri arasında inteqrasiya. Necə məzmun xəttləri arasında inteqrasiya? Məsəl üçün tarixdə məzmun xətti var. İndi mən tarixdən başlayıram. O birləri də az-az deməyə çalışacağam sizə. Tutaq ki, tarixdə məzmun xətti var. Dövlət bu məzmun xəttin biridir. Məncə daha yaxşı özləri bilərlər. Bir də ki, 4-cü məzmun xətti var ki, mədəniyyət və yaxud da şəxsiyyət, səhv deyə bilərəm. Belə bir sual düşür. Deyir müəllim şagirdə Osmanlının qurulduğu ildən başlayır, Osmanlının mədəniyyətə aid sual verir. Artıq siz bilirsiniz ki, Osmanlı dövləti dərsi tarixin 7-ci sinifinin mövzusudur. Sən bilirsən ki, müəllim bu da 7-ci sinifdə eyni dərsdən. Dövlət bu 1-ci mövzusudur. Şəxsiyyət bunun axırıncı mövzusudur. Eyni sinifdə söhbət gedir. Yəni müəllim şagirdə keçdiyi kitabın həm başlığından sual verir, həm ortasından sual verir. Bu bizim nəyimizə aiddir? Üfüqi inteqrasiya. Üfüqi inteqrasiya eyni sinifə əhatə edir. Eyni sinifdə fərqli məzmun xəttini. Və ya da kimya dərsidir. Deyirəm müəllim şagirdə kimyada alüminiumun alınmasını izah eləyir. Alüminiumun fizik xassəsini izah eləyir. Sonra qayıdır alüminiumun təbiətdə yayılmasına tətbiqindən danışır. Kimya müəllimi 7-ci sinif müəllimi bilir ki, kimyada alüminiumun alınma reaksiyası bir mövzudur. Alüminiumun tətbiqi, alüminiumun həyatda rolu başqa məzmun xəttinə aiddir. Bir səhifə sonraya aiddir. Başqa bir başlığa aiddir. Artıq bilir ki, burada müəllim ancaq alüminium. Söhbət gedir ancaq 9-cu sinifin kimya dərsindən. Oldu nə? Kimyada fən daxili üfüqi. Və yaxud da ingilis dili dərsidir. Müəllim şagirdə tutaq ki, Tobinin, nə bilim, bir formasını keçir, dağınla qayıdır şagirdə. Tobinin başqa formasını keçir. Əvvəlcə indiki zamanı keçir, sonra keçmiş zamanı keçir. Yəni söhbət bundan gedir ki, müəllim eyni sinifdən əhatə edir. Eyni 5-ci sinifdə əvvəlcə bir mövzunu keçdi, dağından 3-4 dəfə sonra mövzunu keçdi. Üfüqi inteqrasiya nə oldu bizdə? Üfüqi, baxın, hətta fonun xəttinə baxın, üfüqi. Fonun xətti eyni sinifə əhatə eləsin. Eyni sinif olsun. Aydındır, görsün ekranı, eyni sinif. Üfüqi desə, fonun xətti ilə eyni sinif olsun. Bir də var şaquli. Şaquli isə bu idi ki, müəllim şagirdə sual verəndə öz dərsinə aid, əvvəlki illərə aid sual verir. Məsəl üçün, tarix dərsidir. Müəllim şagirdə 7-ci sinifdə dərs keçir, uşağa qayıdır əvvəlki ildə, sonraki ildə, aşağı siniflərdə olan mövzudan söhbət açır. Əvvəlki il, aşağı il, sonraki siniflər. Nə oldu bizdə? Artıq uşaq keçir 1 il əvvələ, 1 il sonraya, 2 il əvvələ. Yəni illər fərqlidirsə, şaqulidir. Baxın, şunun xətti necədir? Hamısını əhatə edir. 5-i də, 6-ını da, 7-ini də, 8-ini də. Amma fının xətti daxil, ancaq özü. Yəni, şaquli
Öz fənninin daxilində, bir də tarixin daxilində. Fərqli siniflərdir, üfüqi isə eyni siniflərdir. Bir dənə üfüqidə məzmun xəttləri də var, ona görə öz fənninizin məzmun xəttini bilməlisiniz mütləq dərəcədə. Belə, fən daxilimiz oldu, qurtardıq. Öz fənnimizə aiddir ancaq. Ancaq kimya dərsidir, ancaq tarix dərsidir, ancaq ədəbiyyat dərsidir. Bu fən daxili. İkinci nüans ən çox düşən sualımızdır. Burada bir sıra çaşdırıcı nüanslar var. Ola bilər ki, elə bilirsiniz ki, siz bunu bilirsiniz. Mən diqqətlə dinləyin. Fənarası inteqrasiya. Fənarası inteqrasiya bizdə müəllimin şagirdə iki və yaxud da ki, daha çox fən arasında inteqrasiyadır. Birinci nüans yazın. Hansı fəndə ki, yəni heç fənnindən başqa, kimyada, biologiyada, texnologiyada, fizikada, ədəbiyyatda, tarixdə, hansı fəndə ki, coğrafiya fənnində də həmçindəki, hansı fəndə ki, hesablama aparırıqsa, bilin ki, həmin fəndən hesablama harda olur? 5 üstə gəl 3. Hesablama harda olur? Faiz hesabla. Hesablama harda olur? Filan ildən filan ili çıx. Yəni, hansı fəndə ki, hesablama aparırıqsa, bilin ki, o fəndən biz riyaziyyat fənn arasında inteqrasiya edirik. Məsəl üçün, tarix müəllimi şagirdlərə Osmanlının süqutundan neçə il sonra, Osmanlı deməyim, deyim ki, Səfəvinin süqutundan neçə il sonra Osmanlının yarandığını soruşur. Şagird neyniyir? Tarix dərsində uşaq yazır. Osmanlının süqutu filan il, Səfəvinki filan il. Bundan bunu çıxır. Uşaq tarix dərsində hesablama aparır. Texnologiya dərsində müəllim uşağa deyir ki, nə bilim, deyircəyin filan nəqdə dişi var. Bunlar hesablama aparır. Dərs texnologiya dərsidir, amma uşaq hesablama aparır. Kimya dərsində, kimyadır, maddə öyrənməlidir, amma uşaq tarazlığa hesablama aparır. Fizika dərsində uşaq düstur eləməlidir, yəni fizikanı öyrənməlidir. Amma şagird fizika dərsində Newtona aid hesablama aparır. Olsun, coğrafiya dərsində relyefə aid, dağın hündürlüyünə aid uşaq hesablama aparır. Hansı fəndə ki, hesablama ediriksə, bilin ki, biz o fənlə riyaziyyat fənn arasında inteqrasiya edirik. Bu bizim birinci nüansımızdır. İkinci, müəllim şagirdə deyirsə ki, getmədə, sinifdə elə, slayd hazırlayın. Müəllim uşağa deyir ki, slayd hazırlayın. İnformatika fənninin özündən başqa. Çünki slayd onsuz da informatika fənninə aiddir. Olsun kimya dərsi, ədəbiyyat dərsi, ingilis dili dərsi, tarix dərsi, bütün fənlərdə. Müəllim uşağa deyir ki, get buna aid slayd hazırla. Müəllim uşağa slayd hazırla deyirsə, yenə deyirəm, informatika xaric. Digər fənlərdə müəllim uşağa slayd hazırladırsa, demək müəllim şagirddə informatika fənnini formalaşdırmaq istəyir. Uşaq da slaydı hazırlayır. Açır kompüteri, PowerPoint-ə girir, slaydı hazırlayır. Aydındır? Yəni, müəllim kimya dərsində, uşaq kimya dərsində kompüter işlədir. Uşaq informatika ilə inteqrasiya edir. Bir nəçar nüans, bunu qeydə alın. Bunu demək olar ki, 20% müəllim bilir, çoxu bilmir. Diqqətli olun. Testdə bu il qəbul sualı var idi. Ən azı 5 fəndə bu sual var idi. Həm sertifikasiyada. Müəllim uşağa slayd göstərirsə, müəllim uşağa dərs zamanı kino qoyubsa elektron lövhədə, burada informatika fənni yoxdur. Bax, bir də deyirəm. Deyir ki, sual düşür. Deyir, müəllim şagirdə, coğrafiya dərsi olsun, ölçülər dərsi olsun. Deyir, müəllim şagirdlərə dağlar dərsini keçdiyi zaman müəllim uşaqlara dağlara aid slayd göstərir. Burada hansı inteqrasiya var? Slaydı müəllim göstərir. Müəllim onsuz da universitetdə 4 il oxuyanda, bakalavr oxuyanda 2 dəfə şəxsəmiz keçmişik. İnformatika dərsi keçir. Birinci semestr, ikinci semestr. Yəni, müəllim onsuz da informatikanı bilməlidir. Bu ayaqda olmasın universitet, olsun kollec. Məncə kollecdə oxuyan, pedaqoji təhsil olanlar da informatika dərsini keçirirlər universitetlərdə. Düzdürmü? Yəni, müəllim onsuz da bu bacarmalıdır. Müəllim uşağa slayd qoyubsa, lövhədə baxmaq üçün, burada informatika fənni yoxdur. Müəllim onsuz da bunu bilməlidir. Müəllim slaydı uşağa hazırlatdırırsa var informatika fənni. Aydındırmı? Qayıdıb sual cavab edəcəm. Müəllim informatika slaydı uşağa hazırlatdırırsa var informatika fənni. Müəllim öz dərs zamanı slayd qoyursa, bu da informatika fənni yoxdur. Müəllim dərs zamanı lövhədə uşağa kimliyə baxdırırsa, çizgi filminə baxdırırsa, burada informatika fənni yoxdur. Çox adam bunu səhv salır. Deyirlər ki, ay müəllim, axı dərsdə televizora baxırlar. Deyirəm, indi ölkəmizin, hətta kənd yerlərində belə proyektor var. Hətta kənd yerlərində belə müəllimlər neynirlər? Özlərindən proyektor aparıb uşaqlara canlı dərs göstərirlər.
Mən şəxsən bu şahidiyəm. Özüm bilirəm ki, deyirlər. Yəni müəllim uşağa əgər lövhəyə multfilm qoyubsa, lövhəyə kino qoyubsa, lövhəyə tarixə aid döyüş qoyubsa, lövhəyə coğrafiyaya aid şəhər göstərmək üçün nəyisə qoyubsa, lövhəyə lap özü slayd hazırlayıb qoyubsa, burada informatika fənni yoxdur, çaşmayın. Amma müəllim uşağa deyirsə ki, siz hazırlayın, sən elə, artıq orada federasiya inteqrasiya var. Aydındır? Federasiya inteqrasiya 2-dən çox fənnin daxilində əlaqələnmədir. Bu da təbii ki, öz fənninizi mükəmməl bilməlisiniz. Deyirəm ki, müəllim şagirdlərə Səfəvilər dövlətinə keçdiyi zaman Şah İsmayıl Xətainin əsərlərindən bəhs edir. Sizin dünya görüşünüz olmalıdır. Təbii ki, bu sual fizikaya düşməz. Bu sual kimiyyə düşməz. Bu sual düşə bilər bir tarixçiyə, bir də filoloqa. Çünki bilməlisən ki, Şah İsmayıl Xətai həm də şair olub, yazıçı olubdur. Aha, okey. Həm tarix var, həm də əsərlər deyil, ədəbiyyat var. Oldu. Federasiya inteqrasiya. Və yaxud da deyirəm ki, kimya dərsidir, müəllim şagirdə kimya dərsində sıxlığın düsturunu və sıxlığın qrafikini çəkdirdi. Dərs kimya dərsidir. Maddədən bəhs eləməlidir. Amma uşaq burada sıxlıq, rho bərabərdən bölünsün və uşaq burada qrafik çəkir. Uşaq kimya dərsində fizika terimini işlədir. Artıq nədir bizdə? Federasiya inteqrasiyaya aiddir. Yəni öz fəninizlə bağlı olmalıdır. Və yaxud da deyirəm ki, müəllim şagirdləri dağa aparır, müəllim şagirdləri dağ dərsini keçir, dağ əmələ gəlməli izah eləyir, şagirdlərə hansı dağlarda hansı bitkilərin yetişdiyini, hansı dağda hansı temperaturun olduğunu, hansı dağda hansı tutaq ki, heyvanların məskunlaşdığını bildirir. Dağ olmasa materik olsun. Coğrafiya dərsidir. Amma müəllim uşağa bitkidən danışır, heyvandan danışır. Aydındırmı? Və yaxud da dağ dərsidir. Coğrafiya dərsidir. Müəllim uşağa temperaturu ölçməyi tapşırır ki, neçə dərəcədən bir temperatur düşür. Yəni müəllim uşağa coğrafiya dərsində biologiyanı, riyaziyyat dərsini, hətta fizika dərsini demiş olur. Artıq bu nədir bizdə? İnteqrasiyaya aiddir. Hansı inteqrasiya? Federasiya inteqrasiya. Aydındır? Bu çox rahatdır. Bir də nə bilin ki, müəllimin hazırladığı slayd federasiya deyil. Sonra və yaxud da ki, deyirəm ki, biologiya müəllimi şagirdlərə dərs zamanı ürək fiquru gətirib hazırlayır, gətirir. Müəllim hazırlayıb da bu ürək fiqurunu. Biologiya müəllimi onsuz da ürəyin fiqurunu hazırlamağı bacarmalıdır. Biologiya müəllimi onsuz da ürəyin şəklini çəkməyi bacarmalıdır. Olmasın biologiya, bütün fənlərə aiddir mən dediyim. Aydındır? Yəni bu da artıq federasiya yoxdur. Müəllim bunu eləyirsə federasiya yoxdur. Müəllim bunu bacarmalıdır axı. Müəllim bu fəqətdirsə var federasiya inteqrasiya. Aydındır? Bax bunu demək istəyirəm. Üçüncü nüans. Fənn üstü inteqrasiya. Yenə deyirəm. Elə bilin ki, 2 sualınız var. Bu dərs yaxşı anlasanız, bir də gedib ixtisas müəllimindən fənninizin məzmun xəttini alsanız, mən sizə qaranti verirəm ki, elə bilin ki, 2 mövzunuz var. Yəni mən özümü belə tərifləmək kimi olmasın, amma qoy tərifləyib yox. Yəni mən bilirəm ki, mənim bu dərsiz dərslərimə qoşulub, gedib 59 bal yığan sertifikasiya müəllimim var. Gedib 14-13 yazan kurikulum müəllimi var. Yəni belə deyim də, türklər demiş, istifadə edin də, öyrənin. Mən sizə bunu keçirəm onsuz da. Keçirəm indi mən sizə fənn üstü inteqrasiyaya. Fənn üstü bir də deyirəm, inteqrasiyanı görüb testdən edə bilməsəniz, qorxmayın. Bilin ki, öz fənninizə uyğun deyil deyə bilmirsiniz. Öz fənninizə uyğun sual cavab olunsanız, görəcəksiniz ki, siz bu dərsi bilirsiniz. Bir dənə bunun ümumiyyətlə kurikulumda bir dənə özək yeri budur ki, öz fənninizə uyğun sual cavab olunur. Yəni kimya müəllimindən artıq durub orada müəllim tarixə sual verməsin. O bəlkə çaşdıracaq. Onda siz heç öyrənə bilməyəcəksiniz. Tələb eləyin. İxtisas fənni olsun, kurikulum olsun, nə olursa olsun. Kurikulumun birinci yeri sual cavabdır. İkinci yeri isə öz fənninizə uyğun sual cavabdır. Keçirəm indi fənn üstü inteqrasiyaya. Bunu da izah edib qayıdıram. Siz danışacaqsınız. Fənn üstü inteqrasiya bizdə keçən ilin may ayına qədər başqa cür idi. Bu il başqa cürdür. İndi mən sizə may ayına qədər olanı deyəcəm. İndi sizə müəllimə bir də sabah olacaq dərsim. Bir gün, bir də sabah. İndi mən sizə bir nüans deyəcəm, amma çox xahiş edirəm. Bunu belə böyük ayarlayın ki, bu artıq əvvəlki ilindir, daha bu düşmür, bu çıxarılmış formasıdır. Əvvəllər, şəxsən mən keçən ilin ilk dərsində deyirdim ki, müdavimlərə deyirdim ki, əziz müəllimlər, bax, təsəvvüründə etdiyin hər şey fənn üstü inteqrasiyaya aiddir. Hətta mən deyirdim ki, müəllim, təsəvvür elə ki, Amerikadasan, təsəvvür elə ki, kətdəsən, təsəvvür elə ki, nə bilim, qar yağan yerdəsən, təsəvvür elə ki, tutaq ki, nə bilim, dəyir sahildəsən. Deyirdim ki, uşağa müəllim deyəndə ki, təsəvvür elə, artıq uşağın cismi, yəni bədəni qaldı sinifdə, amma bədəni, ruhu başqa yerdədir. Deyirdik ki, o fənn üstüdür.
Amma keçən il nə qədər idi? Çox çətin, çox qəliz bir nüans idi. Hətta sual düşürdü ki, müəllim uşağa deyirdi ki, evinizdə hansı əşyalar var? Deyirdi ki, artıq uşağın beyni getdi evlərinə. İşte fənn üstüdür. Amma sizin işinizi rahatlaşdırdılar. Gördülər ki, qəbulda hamı bunu səhv eləyir. Hamı bunu çaşır. Bunu rahatlaşdırdılar. Fənn üstü inteqrasiya deyəndə bir dənə nüans budur ki, uşaq sinifdən çıxmış olsun. İndi bir dənə sizə bir dənə burada sos yazıram ki, bir vacib bir şey deməliyəm. Bir dənə sual nümunəsi var. Bir söz deməliyəm. Deməli, fənn üstü inteqrasiya budur ki, şagird sinifdən çıxmalıdır. Məsəl üçün deyirəm ki, müəllim şagirdə bitkilər dərsini keçir, şagirdi məktəbin heyətinə düşürdüb yarpağa baxdırır. Hansı inteqrasiya var? Deyirəm artıq uşaqlar sinifdən çıxıblar. Artıq uşaqlar həyətdədirlər. Fənn üstü inteqrasiyaya aiddir. Və yaxud da bayaq sizə sual demişdim. Deyirəm müəllim uşağa deyir ki, evdə gedin slayt hazırlayın. Və yaxud da ki, tənəffüsdə slayt hazırlayın. Mən dərsimdən sonra boş olanda slayt hazırlayın. 45 dəqiqə bitib də, uşaq 45 dəqiqədən kənarda slayt hazırlayacaqsa, olmasın slayt, olsun əl işi, olsun şəkil çəkmək, olsun ev tapşırığı. Uşaq çöldə, dərsdən kənarda, evindəmi, hardasama, parkdamı, qonşudamı, xalası gildəmi, fərqi yoxdur da hardadırsa. O dərsi eləyirsə, artıq orada fənn üstü inteqrasiya var. Aydındır? Məsəl üçün deyirəm ki, müəllim şagirdlərə tutaq ki, şəhidlər haqqında məlumat vermək üçün müəllim şagird, tutaq ki, deyirəm ki, müəllim 11-ci sinifdə Tovuz döyüşlərini keçir, müəllim şagirdləri Polad Həşimovun məzarına aparır. Onlar onun məzarını göstərir. Baxın, məzarını göstərir deyirəm. Deyirəm ki, demək müəllim şagirdə bu şəhidlərimizi, Dağüstü parkı, 20 yanvar abidəsini gözünlə göstərir. Fənn üstü, yəni uşaq artıq sinifdən çıxıb, fənn üstü inteqrasiya var. Və yaxud da müəllim şagirdlərə bir maraqlı bitkilər göstərmək üçün botanika bağına aparırdı. Və yaxud da müəllim şagirdlərə torpağın qatlarını coğrafiyaya aid göstərmək üçün müəllim uşağı dağa aparırdı. Müəllim uşağa nəyisə göstərmək üçün aparıb da. Dərsdə deyirlər ki, göstərmək üçün aparıb. Demək ki, burada fənn üstü inteqrasiya var. Və yaxud da sonra açar nüans layihə işi. Harda bax, bir də sizə bir şey deyirəm, birim qaba birinə qaçıram, bilirəm ki, sadəcə ipuzlarını deyirəm ki, yəni maksimum dərəcədə bir sala bir şey girmişiksə, qoy maksimum hər şey deyək. Deməli, layihə işi söhbəti, bax, nə vaxt kurikulumda ata sözdən getməyin. Çox adam deyir ki, o qədər əsəb oluram ki, ən sevmədiyim yerdə kurikulum və bütün fənlərdə. Deyir ki, bəzi adamlar, falan şey gördünsə mütləq bunu götür. Xeyr, falan şey görünsə söhbəti yoxdur. Deyirlər ki, layihə işi gördünsə bir də fənn üstüdür. Xeyr, layihə işi gördünsə suala baxırsan. Əgər müəllim uşağa deyirsə ki, evdə layihə işi hazırlayın, birlikdə layihə işi eləyin. Layihə bizdə budur ki, indi bu bizdən həftənin 3-cü günü oktyabr qrupun dərsidir inşallah. Layihə işi bizdə budur ki, yəni müəllim uşağa deyir ki, o bir nə mövzu verir, uşaq onunla bağlı slayt da hazırlamalıdır, təqdimat da hazırlamalıdır, poster də hazırlamalıdır, nitqi də olmalıdır, kitabxanaya da getməlidir, hər şey olmalıdır. Yəni uşaq layihə işini heç vaxt bir 45 dəqiqə eləyə bilməz. Yəni müəllim uşağa deyirsə ki, layihə işi hazırlayın, demək müəllim o uşağa fənn üstü inteqrasiya formalaşdırmaq istəyir ki, uşaq bunu çöldə eləyəcək. Və yaxud da mən ingilis dili dərsinə aid deyirəm indi. Azərbaycan dilinə aid deyirəm indi. Deyirəm ki, müəllim uşağa deyir ki, evdə get vətənə aid esse yaz. Evdə get özündən şeir yaz. Evdə get özündən tutaq ki, filan əsəri oxu. Evdə get filan filmə bax, tarixi filminə bax. Artıq uşaq gedib bir şeyə evdə baxacaqsa, indi ev olmasın, qonşu, qohum, hardasa olacaq da artıq dərs zamanı olmayacaq ki. Gedib kinoteatrda baxsın, nə borcuma qalıb. Uşaq gedib onu hardasa dərsdən kinoda eləyəcəksə, bax bu fənn üstü inteqrasiyadır. Bir də layihə işi eləmək, layihə işi hazırlamaq fənn üstü inteqrasiyaya aiddir. Amma o dəqiqə qaçıb Aytəkin müəllim demişdi ki, layihə var, fənn üstü götürməyin. Belə bir sual deyirəm. Deyirəm ki, müəllim dərs zamanı şagirdlərə deyir ki, bizim sizinlə layihə işimiz olacaq. Gəlin layihənin mövzusunu tapaq, layihənin adını tapaq. Burada hansı inteqrasiya var? Hələ bunlar bunu hazırlamayıb. Hələ bunlar dərs zamanı ad axtarırlar. Təbii ki, bu da fənn üstü yoxdur. Bir də Times suallarının, qəbul suallarının, RT-nin suallarının özək yeridir. Sualların axırına baxırsınız. Çox adamın çaşdığı nüansdır. Belə bir sual düşür. Deyir ki, müəllim şagirdlərə deyir ki, evdə gedib slayt hazırlayarsınız. Deyir müəllim bu tapşırığı verəndən sonra müəllim şagirdlərə sinifdə test verdi. Fəqət test yaxşı işlədilər. Deyir müəllim indi bu dəqiqə, bu dərsdə, bu zamanda hansı inteqrasiyanı formalaşdırıb?
Formalaşdırıb. Yəni indi formalaşıb. 45 dəqiqəyə formalaşıb. Çox adam deyir, ay müəllim, orada ev tapşırığı var, fənd üstüdür. Deyirəm ki, baxın, bizdə Azərbaycan dil dərsinə bağlı bilik olmalıdır. Zamanları bilməliyik. Formalaşdırıb. İndikini istəyir. Yəni 45 dəqiqə olandan istəyir. Və yaxud da bu ilin miqi sualların özək yeridir. Dərs zamanı deyir, nəyi formalaşdırır? Böyük bir dənə sual verir. Deyir müəllim şagirdlərə layihə hazırlamağı tapşırır. Belə slayd hazırlamağı tapşırır. Və deyir sonra müəllim şagirdlərə qayıdır filan şeyə sual verir. Deyir müəllim indi bu dərsdə, bu da indi yazmır da. İndi mən deyirəm sizə ki, anlayın. Deyir müəllim dərs zamanı nəyi reallaşdırır? Dur. Nəyi reallaşdırır? Nəyi reallaşdırıb indi? Yəni cümlə axına baxanda görməlisən ki, söhbət 45 dəqiqədən mi gedir? Müəllim uşağa ev tapşırığı yerini deyib, dərs davamı eləyir, onu mu istəyir? Yoxsa müəllim uşaqdan artıq ev tapşırığının hazır formasını mı istəyir? Bax, ən qəliz yeri burasıdır. Baxırsan ki, cümlənin axırına. Deyir ki, müəllim uşaqla nəyi formalaşdıracaq? Uşaqda nə formalaşdı? Uşaq da nə yerinə yetdi müəllimə bunu verəndən sonra. Yəni baxırsan ki, cümlənin axırına, orada sənə deyir ki, şagird ev tapşırığını hazırlayandan sonra, layihə işin təhlil verəndən sonra onda nə formalaşdı? Bəli, uşaq artıq layihəni hazırlayıb, gedib çöldə bunu eləyib, fəndüstü var. Bir də var ki, deyir ki, elə müəllim uşağa layihə mövzusunu verir, müəllim qayıdır uşağa, sual-cavab eləyir filan mövzuya aid. İndi müəllim bu dəqiqə, indi dərs zamanı nəyi reallaşdırdı? Yəni dərs zamanı elənilən deyirsə, söhbət 45 dəqiqədən gedir də. Bu da fəndüstü yoxdur ki, indiki, bax ki, deyirəm ki, Aytəkin müəllimə sizə bu günləri stress yoğun dərsi izah elədi. Aytəkin müəllimə sizə nəyi reallaşdırdı? İndi deyirəm ki, fən daxili inteqrasiya bir indi baş verdi. Və yaxud da deyirəm ki, Aytəkin müəllimə sizə ev tapşırığı kimi test verdi, davamla dərsin izahına davam elədi. Aytəkin müəllimə nəyi reallaşdırdı? Deyirəm ki, ev tapşırığı verdi, amma hələ dərs bitməyib axı. Hələ gedib biz bunu hazırlamamışıq. Hələ bunu verdi sadəcə və öz dərsin davamını keçdi. Mən indi bu dəqiqə mən sizə tapşırıq vermişəm. Siz gedib test işləmisiniz? Eləmisiniz bu testi? Eləmisiniz bu tapşırığı? Yox, eləməmisiniz. Hələ bunu indi demişəm sizə. Ona görə burada fəndüstü yoxdur. Amma desəm ki, siz test eləyəndən sonra nə formalaşacaq sizdə? Siz mənə tapşırığı təqdim edən sonra nə formalaşacaq sizdə? Bax, o da fəndüstü. Çoxunun çaşdığı nüansdır. İnteqrasiya ilə bağlı bir o zamanları anlamağınız olsa, bir o sualların axırına baxın. Hamısında olmur ha bu tip şeylər. Bəzən bu da rahat verir axırına. Deyir, bu da bəzən deyir ki, hə, Aytəkin müəllimə ev tapşırığı kimi, tutaq ki, evdə taksonomiyaya aid slayd hazırlamağı tapşırdı. Bu cümlədə hansı inteqrasiya var? Bu cümlədə deyirsən, cümlədə. Bu da bəli fəndüstü var. Amma deyirsən ki, müəllim sinifdə, müəllim dərs zamanı nəyi reallaşdırdı? Artıq orada fəndüstü yoxdur. Yəni deyəcəyim budur ki, düzdür. Çaşdırıcı nüanslarda bu dərs həmişə 3 hissəyə bölünür. Mən bunu testə verənə müəllimlərə əvvəlcə level 1 verirəm. Dağla level 2 verirəm. Hələ level 3 eləməmişik. Level 3 mən bunlara bir aydan sonra o biri ayıqıb biz dərsimizdə belə eləyirik də. Tutaq ki, noyabr qrupu indi öz dərsində bunu keçəcəkmi? Dekabr qrupunun dərsində bir də onlar girib həmin dərs dinləyəcəklər. Yəni hamı bir-birinin dərsinə girə bilər. Noyabr qrupunun müəllimi dekabrında, oktyabrında, yanvarında belə 10 dəfə dərsə girə bilər. Artıq mən onlara o səviyyə 3 testini dekabr qrupunda inteqrasiya dərsini keçəndən sonra verəcəm ki, hə, artıq bunu işləyə bilərsiniz. Yəni, bu testləri birdən-birə özünüzə yüklənməyin ki, mən bunu deyə bilmirəm. Xeyr, əgər heç olmasa ilk dəfədən 10 sualın 5-ini də 6-sını işləyə bilirsinizsə, deməli, qənaət bəxşlikdir. Artıq ikinci leveldə, hə, 10 sualın 8-ini işləməlisiniz. Amma üçüncü leveldə 10 sualın 9-unu işləməlisiniz. Yəni, bu 3 hissəyə bölünüb keçirilən bir dərsdir. 3 hissəyə testlər təqdim olunan bir dərsdir. Özünüzə haqsızlıq etməyin ki, mən bunu deyə bilmirəm. Bir də nə oldu nüans? Öz fənninizə uyğun işləyib sual-cavab olunmalısınız. Fəndüstünü də bitirdim. Fəndüstü nə oldu? Evdən etdiyimiz, kənarda etdiyimiz. Bir də sizə bir dənə sual nümunəsi deyirəm, mən dinləyin. Bu ilin qəbul sualıdır. Səhv etmirəmsə, tarix fənnində də qəbul sualıdır. Deyir ki, mən diqqətdən dinləyin, bir tip sualdır. Ay, bir dəqiqə. Qızım, qapını ört. Qapını ört, mən soruşsam səs olmayacaq. Qapını ört. Hə, demək, belə bir sual düşür. Deyir ki, müəllim deyir şagirdlərə 45 dəqiqəlik dərsi apardı qənimətlər parkında keçdi. Bax, bunu qardaş-qardaşa demir ha. Bunu heç kəs demir dərsdə ki, yəni incə bir nüans qalsın. Mən deyirəm ki, qoy faydalanın, qoy bunu bilin. Bax, görün nə deyirəm. Bir də deyirəm. Deyir ki,
Bir dənə sual tipidir. Deyir, müəllim şagirdləri apardı. 45 dəqiqəlik dərsini Qənimətlər Parkında keçdim. Tarix aiddir. Biologiyaya aid deyirəm. Deyirəm, müəllim apardı. 45 dəqiqəlik dərsini Botanika bağında keçdim. Kimyaya aid deyirəm. Deyirəm, müəllim apardı. 45 dəqiqəlik dərsini laboratoriya otağında mı, kimya muzeyində mi, hansısa bir fabrikdə mi keçdi? Coğrafiyaya aid deyirəm. Deyirəm, müəllim 45 dəqiqəlik dərsini məktəbin həyətində mi, dağda mı, ekskursiyada mı, orada keçdi. Ədəbiyyata aid deyirəm. Deyirəm, müəllim apardı. Səməd Vurğuna aid 45 dəqiqəlik dərsini Səməd Vurğun ev muzeyində keçdi. İngilis dilinə aid deyirəm. Deyirəm, müəllim apardı 45 dəqiqəlik dərsini şagirdlərə Londonda Big Ben saatının yanında keçdi. Mən nə deyim? İngilis aid çox söz tapıram. Azərbaycan dilinə aid deyirəm. Deyirəm, apardı müəllim Azərbaycan dili dərsini şagirdlərə dil muzeyində keçdi. Hansı fən qaldı? Texnologiyanı deyirəm. Deyirəm, apardı müəllim şagirdlərə texnologiya dərsini tikiş fabrikində keçdi. Bunu heç kimi incitməyim, hamam fənnindəyim. Təsvir sənət deyirəm. Deyirəm, apardı müəllim şagirdlərə qulaq asın, çaşmayın. Barmaq xanım çaşma. Deyirəm, apardı müəllim şagirdlərə rəsm dərsini filan rəssamın sərgisində keçdi. Kim qaldı? Heç kəs qalmadı məncə. Bütün fənləri dedim. Məncə heç kəs incir. Hə, riyaziyyat dərsini deyirəm. Deyirəm, apardı müəllim şagirdlərə riyaziyyat dərsini tutaq ki, ədədlərin evində keçdi. Nə bilim, hansı bir yerdə keçdi. Qulaq asın. Burada çox adam deyir ki, ay müəllim, axı çıxıb dərsdən kənara. Axı hardasa keçir. Deyirəm ki, bir sual tipidir. Bir sual tipidir. Əgər müəllim orada 45 dəqiqəyə dərs keçir deyirsə, artıq orada fəndüstü yoxdur, qarışdırmışsınız. Sadəcə müəllim sinifdə keçirsəyi 45 dəqiqəlik dərsi eyni planla keçib muzeydə, nə bilim, rəsm muzeyində, kitabxanada, Londonda, dağda, kimya laboratoriyasında, ağacların yanında, botanika bağında, Səməd Vurğun ev muzeyində 45 dəqiqəlik dərsini ha müəllim keçib sinifdə, ha keçib bunu kiminsə ev muzeyində, hansısa bir botanika bağında. Nə fərqi var ki? Yenə öz proqramına uyğun dərsi orada keçir. Baxın, dərsi keçir deyirsə 45 dəqiqəlik dərsidir. Nə bilim, aparıb keçir bunu Şuşada. Hətta bu il bir neçə ay əvvəl olmuşdu. Biz ona yol məktəbliləri getdilər Şuşaya. Deyir, dərsi orada keçdilər. 45 dəqiqəlik dərsi hardasa keçmək varsa, burada fənnüsü yoxdur, çaşmayın. Müəllim o uşağa nəysə göstərmək üçün aparırsa var. Bax, incə nüans. O uşağa ev muzeyin göstərmək üçün aparırsa, laboratoriyada madən göstərmək üçün aparırsa, nəbatat bağına gülü göstərmək üçün aparırsa, dağa torpağı göstərmək üçün aparırsa var fənnüstü. Amma 45 dəqiqəlik dərs keçmək üçün aparırsa, nə fərqi var ki? Stulları qoyublar, dərs orada keçirirlər də. Eyni şeydir. Burada artıq fənnüstü yoxdur. Mən deyəcəyim sizə budur. Fənnüstü inteqrasiya dərsdən kənarda edilən hər şeydir. Sinifdə dərs zamanı slaydını hazırlamısan, fənnüstü yoxdur. Sinifdə tapşırıq eləmisən, fənnüstü yoxdur. Sinifdə şəklimi çəkmisən, fənnüstü yoxdur. Sinifdə evdə olan əşyalarınızın şəklini çəkmisən, ev sözün gördüyünüzdə fənnüstü götürmə, fənnüstü yoxdur. Aydındır? Dərsi gətirmirsən və yaxud da belə bir sual düşür. Deyir müəllim, botanik evdən gətirdiyi bitkini şagirdlərə dərs zamanı göstərir. Hansı inteqrasiya var? Niyə fənnüstü olsun ki? Nə olsun ki, ev sözü var? Harada ev sözünü gördünsə, fənnüstü var ki, yox. Və yaxud da müəllim şagirdə deyir ki, dərs zamanı təsəvvür elə ki, evinizdə, yox, deyir ki, müəllim, təsəvvür elə ki, evinizin mətbəxindəsən. Orada hansı formada əşyalar var? Hansı inteqrasiyadır? Deyir, ay mənim ev sözü var, ağlım getdi evə. Deyirəm, ağlın gedib də, özün ki, getməmisən. Ayağınla çıxıb evə getməmisənsə, fənnüstü yoxdur. Belə. Mən bitdim artıq. 1 saatdır ki, mən danışıram. 20:40-da başlamışdıq. Müəllimlər, cavabımız nə oldu deyirsiniz mənə? Bir də vurğulayıram. 45 dəqiqəlik dərsi həyətdəmi, çöldəmi, Marsdamı, Yupiterdəmi, kimisə ev muzeyindəmi? 45 dəqiqə, bax bir də sual tipidir də. 45 dəqiqəlik dərsi hardasa keçmək, dərsdən kənarda keçmək fənnüstü deyil. Bunu deyirəm. Yəni bunu çaşmayın ki, müəllim dərs keçib filan yerdə. Bu fənnüstü deyil. Müəllim o yerə uşağa nəyisə göstərmək üçün aparırsa fənnüstüdür. Sual tipi düşsə ki, müəllim dərsini keçmək üçün 45 dəqiqəlik dərsini filan yerdə keçdi. Düşünmə ki, ay müəllim axı yoxdur sinifdə. Bilin ki, yenə sinif mühitini orada qurub da o. O fənnüstü deyil artıq. Amma nəyisə göstərmək üçün aparırsa başqa bir yerə, bəli, o fənnüstüdür. Belə, mən bitdim. Artıq dərs sahamı bitirdim. Hətta kaydı da qoy alıram, ya da qoy almayayım, yox, qalsın. Gəlin indi sizdən bir 20 dəqiqədə sual cavab eləyək, yox, 9-a qədər sual cavab eləyək, deyək.
Davamla mən sizə dərs sonlandırıb kaydınızı göndərəcəm. Bir də bəli başdan deyirəm ki, dekabr qrupum ayın 9-u başlayır. 50% indirimli qrupdur, 25 manatdır. Yeganə indirimli qrupumdur. Yanvar ayından 40 manat, fevral ayından 50 manat olacaq. Amma dekabr qrupuna kim hansı qiymətə qoşulursa, o qiymətə davam eləyir. 25 manatdır. İkinci və 5-ci gün saat 5-in yarısında başlayır. İkinci, 5-ci gün 16:30-da. Bu vaxt olduğuna görə tez olduğu üçün bunun qiymətini 25 manat qoymuşam. Yəni maksimumda qrupda 20-25 nəfər olacaq. Hamıdan da sual-cavab olunur, hamı öz fəndinə uyğun sual-cavab olunur. Noyabrın, oktyabrın, yanvarın, bundan sonra nə qədər dərsə girsə, hamısının dərsinə girə biləcəklər. Dərsin kaydı saniyəsinə qədər göndərilir. Hamısının dərsi girib istənilən vaxt izləyə bilirlər. Testin izahı hamısı göndərilir. PDF hazırlayıram, heç almağa ehtiyac yoxdur. Ən yeni çərçivəyə uyğundur. Hətta testləri hər qrupun özünə uyğun hazırlayıram. İzahı da hər qrupun özünə uyğun hazırlayıram. Testlər 3 səviyyədə olur. Həm üstüyə baxın, noyabr qrupu məndən bezib. Sualların hamısı üstüyə uyğundur. Əsl qəbul formatında. Yəni müəllim neynəsin, şagird neynəsin, buna uyğundur. Bir də deyirəm 25 manatda. Kim qoşulmaq istəyirsə son 4 yerim qalıb. Son 4 yer qalıb. Kim istəyirsə mənə yazsın, mən onu qrupa götürüm. İstəməyən canı sağ olsun, onsuz da qrup yığılacaq. Yanvar qrupu isə 40 manat olacaqdır. O da ki, olacaq vaxtı, yanvar qrupun vaxtı. Deməli, 1-ci gün saat 7-in yarısı, 3-cü gün saat 10-un yarısında. Artıq yanvar qrupunun yarıdan çoxu yığılıb. Çünki yanvar qrupuna çox adam qoşulacaq. Yəni çox adam istəyir, indidən yazılıblar. Bu da mənim nömrəmdir. Kim hardan qoşulub bilmirəm. İstəyən nömrəmə yazsın. Deyə edirəm. Son 4 yerim qalıb. 319. Gedək indi sual-cavaba. Mənim bugünkü məqsədim sizə reklam eləmək deyil. Mənim məqsədim sual-cavab eləməkdir, sizə bir fayda verməkdir. Cavablarım saat 8-in yarısında yenə bir dənə də sual-cavabım olacaq. Başlayırıq. Bir də yazaq, vaxtı yazmışam. 2-ci, 5-ci gün, 5-in yarısı, vaxt dəyişilmir. Vaxtı bu saat çaldığım üçün də bu qiymətdir. Ödənişsiz cəmi bir nə sabahlarım olacaq. Ondan sonra ödənişsiz dərsim, boş vaxtım yoxdur. İnanın ki, heç testlərin əlindən vaxtım da yoxdur. Bir də olsa, bəlkə yanvarın axırında olar da, bilmirəm. Düz ödənişsiz sınaqlar dərsindən, mütəmadi nəsə göndərməyə çalışıram ki, boş qalmayın. Amma ödənişsiz dərs üçün vaxtım yoxdur. Bu ilin də bu ilk ödənişsiz dərsidir. Canlıda. Belə. Gedək indi sual-cavabımıza. Kim sual-cavab olmaq istəyirsə yazsın. Bax bu inteqrasiyaya aid, stress-yoğun suallarla. Kim sual-cavab olmaq istəyirsə, sonra bir şey deyirəm. Bir də mənim dərsimdə belə bir qayda var ki, bir nəfər o biri sualına qarışmır. Bu da ürək şayəsi var. Yəni mənim qrupumda 100 nəfər də olsa ki, olmur. 20 nəfər də olsa, heç kəs bir-birinin sualına qarışmır. Səs-küy əsla olmur, görüntü açılmır. Dərsi də istənilən vaxt izləyə bilirsiniz. Bu kart bu ləqə mən göndərəcəm qrupa. Kim istəyir baxacaq. Gör nə deyirəm sizə. Kim sual-cavab olunmaq istəyirsə, bu da ürək yeri var. Ürək yeri. Reaksiyonlar yazılıb. Reaction yazılıb ingilis dilində. Ürək yerinə vurub əlini qaldırsın ki, sual-cavab eləyim. Parmaq kaldırı var, raise hand var. Kim istəyirsə əlini qaldırsın, mən sual-cavab eləyim. Sual-cavab olunmaq istəyən yoxdursa, sollandıraq. Amma öz müdavimlərim yox. Çünki onsuz da mən öz müəllimlərimə hər dərs 5-8 dəqiqə sual-cavab eləyirəm. İndiyə qədər sual-cavab olmayan heç kəs qalmayıb, hamıda o qədər sual-cavab olunur. Pərvanə xanım, siz öz müəlliməm deyirsiniz, Sataş Şiva Pərvanə. Pərvanə xanım, salam. Salam. Səs açın. Salam, səsim gəlir müəllimə? Gəlir. Müəllimə, siz mənim öz müəlliməmsizmi? Xeyr. Aha, Allah. Çünki pərvanələrin çoxdur hər iki qrupda. Elə bilirəm oradansınız. Pərvanə xanım, fəndiniz hamıda öz fəndinə uyğun sual-cavab olunur. Gedək sual-cavabla. Fəndinizi deyin. Tarix. Allah. Getdik. Başladıq. Belə bir sual verirəm. Deyirəm ki, əvvəldə stress uyğun sual verəcəm, rahat sual olacaq. Yəni mən ilk dəfə heç vaxt sizə səviyyə 2 sualı vermərəm. Səsi bağlamayın. Deyirəm ki, müəllim dərs zamanı dərsə gecikən şagirdlə bağlı hansı addım atmalıdır? Dərs zamanı dərsə gecikən şagirddən bağlı hansı addım atılsın? Yəni uşaq keçib oturmalıdır. Aha. Sonra Sonra danışmalıdır. eləməlidir? Sonra dərsdən sonra tənəffüsdə ondan danışmalıdır. Dərs keçməyinin səbəbini soruşmalıdır. Sağ ol. Yaxşı. Bəs siz mənə bildirin görüm, kurikulumda qızıl qaydalarımız hansı oldu? Onu bilmirəm. Orasına qulaq asmadım, gec qoşuldum müəllimə. Yaxşı. Siz mənə deyin görüm, kurikulumda sağlam rəqabət olar, yoxsa olmaz? Sağlam rəqabət, yaxşı rəqabət, şagirdlərə həsənin rəqabət.
Olur. Ay Pərvanə xanım, bildik ki, gör qoşulmamısınız. Olmaz. Kurikulumda rəqabət deyə bir şey yoxdur. Birinci qızıl qayda, deyirəm yazın hətta, hamı yazsın, qeyd eləsin birdən. Birinci qızıl qayda, danlamaq olmaz hamının içində. İkinci qızıl qayda, rəqabət olmaz. Üçüncü qızıl qayda, tərifləmək olmaz. Dördüncü qızıl qayda, köçürürsə mütləq 0 veririk. Bir də bir qızıl qaydamız var ki, sinifdə şagirdiyə bullying halları varsa mütləq bu qarşısı alınmalıdır. Pərvanə xanım belə gedib, belə gedib. Bəli. Belə bir sual. Deyirəm ki, müəllim Tərifləmək də dediz olmaz, tərifləmək də dediz olmaz. Müəllimə. Kaydı göndərəcəm, baxarsınız. Kayıt var. Deyirəm ki, Yaxşı. müəllim tarix dərsi şagirdlərə tutaq ki, Osmanlının yaranmasına aid filmə baxdırır. Müəllim dərs zamanı şagirdlərə Osmanlının yaranmasına aid filmə baxdırır. Və Bəli. şagirdlərə deyir ki, Osmanlı dövlətində Osmanlı dövründə hansı tarixi şəxsiyyətlər olmuşdu və hansı mədəniyyət mövcud olmuşdu? Hansı inteqrasiya var? Fənlər arası. Ay, sağ ol. Hansı fənlər arası? Mən də deyirəm, ay, sağ ol deyirəm. Mədəniyyət olanda şeydir, tarixi şəxsiyyətlərdirsə də ədəbiyyat ola bilər, yəni yazıçılar falan. Orada coğrafyaçılar ola bilər, coğrafyadan. Musiqi Yaxşı, ola olsun. bilər, təsvir incəsənət, memarlıqla bağlıdır bunlar. Ay, sağ ol, düzdür. Əla. Bəs deyirəm ki, müəllim şagirdlərə deyir ki, 2-ci Qarabağ müharibəsinə aid slayd hazırlayın, gətirin. Burada hansı inteqrasiya var? Deyir, Fənn evdə üstüdür. slayd Əgər hazırla evdə hazırlayırsa fənn üstüdür. və slayd hansı fənnindir? İnformatika. Ay, sağ ol. Fənnin arası və fənn üstü. Fənn üstü. Əla. Pərvanə xanım, siz mənə deyin görüm. Deyirəm ki, müəllim şagirdlərə keçəcəyi dərsi apardı, Şəhidlər Xiyabanında keçdi. Hansı inteqrasiya var? Fənn daxilidir. Fənn üstü var, yoxsa yox? Yoxdur. Üfüqi inteqrasiya nəyə deyilirdi? Hüquqi inteqrasiya eyni fənnin bölmələri arasında və məsəl üçün birinci bölmə, ikinci, üçüncü bölməni dördüncü bölmədə də xatırlatmaq ki, filan mövzuda da filan şey keçmişdik. Aha, yaxşı. Siz mənə deyin görüm. Müəllim şagirdlə fərdi danışır. Görür ki, şagirdə bunun xeyri yoxdur. Müəllim hansı addım atsın? Rəhbərliyə mi bildirsin? Valideynə mi bildirsin? Uşağı sinifdən mi qovsun? Neynəsin? Birinci psixoloqlara deyirik, sonra məncə rəhbərlik, sonra valideynə. Aha, yaxşı. Əla. Pərvanə xanım, təşəkkür edirəm. Çox sağ olun. İlahə xanım, sağ olun. İlahə xanım, gəlin. İlhamə xanım, üzr istəyirəm. İlhamə xanım. Salam, axşamınız xeyir. Axşamınız xeyir İlhamə müəllimə. Kimya müəlliməsiz? Əla, nə gözəl. Başlayıram suallarıma. Deyirəm ki, müəllim şagirdlərə su dərsini keçdiyi zaman şagirdlərə suyun formulundan bəhs eləyir. Sonra müəllim şagirdlərə suyun yer kürəsində nə qədər, hansı faizdə əhatə olunduğunu, hansı su hövzələrinin olduğunu, hansı suların şirin və duzlu olduğunu bildirir. Hansı inteqrasiya var? O, elə bir ki, fənn daxili inteqrasiyadır. Bax, qulaq asın, su dərsidir. Yaxşı, o da ola bilər əslində. Bax, su dərsidir. Müəllim uşağa su dərsini keçir. Sonra müəllim buna suyun hövzələrini... Bir dəqiqə fənn daxili, bir də fənlər arası inteqrasiya bərabərdir burada. Ay, sağ ol. Fənn daxili inteqrasiya hansını da gördünüz ki, fənn daxilini? Niyə fənn daxili olduğunu düşünürsünüz ki? Yəni, bir də bundan qutarmırıq. Atmaca atmaq olmaz. Niyə onun olduğunu soruşuruq ki, dəyindik. Niyə bu qənaətə gəldin? Suyun, məsələn, formulun quruluşunu izah edirsə, bu fənn daxilidir. Və eyni zamanda əgər onun hansı ərazilərdə yayıldığını deyirsə, sonra ətraflı qulaq asmadı. Əgər hansı ərazilərdə yayıldığını deyirsə və yaxud da ki, məsələn, göl və yaxud da ki, çaylarda daha çoxluq təşkil edirsə, bu da fənlərarası coğrafiya ilə əlaqədardır. Həm də müəllimə, suyun formulu bir məzmun xəttədir, kimyadan maddə. Bəli, o da həyat da deyirəm. Həyatda olan su hövzəsi. Düzdür, həm fənn daxili var, həm də fənn üstü var. Ay, sağ ol. İlhamə xanım, siz mənə deyin görüm. Deyirəm ki, deməli, müəllim summativ zamanı görür ki, şagird köçürtmək istəyir. Sanki sağa sola boylanır. Sanki bir mədət olmaq istəyir kimlənsə. Müəllim hansı adımı istəyir hələ. Bizdə növbədə o uşağı özünə elə bir ki, elə baxmalıdır ki, o uşaq artıq özünü yığışdırsın da ki, yəni ki, istəmir ki, onun vərəqini əlinə alsın. Yox, əgər görür ki, bu dərsin sonuna qədər belə davam edirsə, 0 yazmalıdır ona. Əks təqdirdə o bir uşaqlar eyni nəticəni alırsa, o bir uşaqlar cırlayır o dəqiqə.
Ay, sağ ol. Demək müəllimlər, suala həmişə diqqətlə qulaq asırsınız. Mən demədim ki, köçürdür. Mən izah zamanı demişdim ki, əmin olduqdan sonra. Bəli. Bəlkə mənim yanılır. Deyirəm ki, bu da köçürtmək istəyir. Bir də sizə bir nüans, bir açar nüans. Çünki baxın, bu kurikulumdan qızıl qaydaları bir dəfə vermək olmaz. Qulaq asın, gör nə deyirəm sizə. Demək müəllimlər, bax, heç vaxt bu tip suallara aqressiv baxmırsınız ki, müəllim uşağa nə bilim, nə eləyir, xəbərdarlıq eləyir, nə eləyir. Heç vaxt kurikulum sualları içərisində, bax, budur, bax, çoxun yaralı yeri. Suala baxırsan, oxşar suallar var. Amma elə bilirlər ki, zaten sualdır. Gedib aqressiv cavab götürürlər. Bax, deyə bilməzsiniz ki, müəllim o şagirdə yaxınlaşır, ona motivasiya verir, ona həvəs verir ki, öhdəsindən gələ bilərsən, yaza bilərsən, içərisində ediləcəyin suallar var. Mən sənə inanıram, öz yazına bax, bacaracağına güvənirəm. Ümumiyyətlə mən bir şey deyim, Bax, öz istəyirəm. Kurikulumda bir şey var ki, şagirdə əgər özünə inam yaratmasan, şagird ümumiyyətlə Bəli, bu bəli. dəqiqə bilirik ki, dərsligimiz də çox çətindir. Etiraf eləyək hər bir fənn özünün artıq özdəki təzə çıxan kitablarda, məsələn, biz onu daha çox görürük. Məsələn, kimya dərsi dəyişirilir 7-ci siniflərdə, 8-ci siniflərdə. Əvvəlkilərlə müqayisədə görürük ki, bir qədər daha geniş mövzudur. Bəli. Özdəki kimyada 2 saatda heç çatdırmaq mümkün deyil. Biz də onu Deyəcəyim budur ki sizə. Yəni deyəcəyim budur ki, orada biz aqressiv cavabdan sonra ki, xəbərdarlıq edirəm ki, sən mənə qəlbindən almayım, bir baxaram, yox. Daha mülayim, baxın, testdə də daha mülayim cavab lazımdır. Kurikulum bizdə şagirdlərin dediyimdə o söz var ki, huyuna getmək. Bax, onu tələb edir bizdən ki, uşaq nə müəllimdən artıq bax bir baş uşaq sən belə deyir, nə ki, hə, sən köçürmək istəyirsən və qəlbindən alaram, köçürmək olmaz. Artıq uşaq qorxar. Biraz müəllimdən daha çox güvənməyəcək, düzdürmü? Bir var ki, o da yanaşaq. Bir də var ki, bilirəm ki, bacararsan. Sualına bax, öhdəsindən gələ bilərsən. Aydındırmı? Bax, bunu demək istəyirdim sizə. İlhamə xanım, bir dənə də sizə sual vereyim. Siz mənə deyin görüm. Mənə deyin görüm. Deməli, nə verim sizə? Hə, deyirəm ki, şagird dərsdən müəllim görür ki, şagirdin biri çıxıb dərs danışanda səhv danışır. Və bu səhv danışdığı üçün də digər şagirdlər ona gülürlər. Müəllim bu zaman hansı addım atsın? Uşağın biri çıxıb səhv danışır dərsi, səhvə yol verir. Yerdə qalmaq bu ilin 2-3 fəndən qəbul salınılır. Yerdə qalanlar da uşaqlar ki, kurikulumda səhv eləmirəmsə, dəstəkləyici mühitdə idi əmilər. Ki, məsələn, bir şagird digər şagirdə gülməməlidir də. Əlbəttə ki, hər bir şagird eyni dərəcədə sinif üçün, müəllim üçün eyni dərəcədə. Müəllim elə bir ki, hər bir şagirdə eyni gözlə baxmalıdır da. Əgər bir şagird digər şagirdə gülürsə, bu gələcəkdə güclü bullyingə də gətirib çıxardacaq. O şagirdin hədəf yeri gülünc hədəf yerinə çevriləcək. Ona görə də müəllim birinci növbədə sinifə də girəndə, ümumiyyətlə dərsi də keçəndə sanki hər bir şagirdin eyni gözlə gördüyünü bildirməlidir sinifə. Yəni hər bir şagirdə aşılamalıdır ki, olmaz. Və çoxları aşılamalıdır ki, gülmək olmaz. Yəni bunlar əvvəldən bildirməlidir. Bəli, şagirdlər arasında da, yoldaşlar arasında yaxşı qarşılıqlı münasibət yaranmalıdır. Bütün siniflərdə. Bəli. Belə, İlhamə xanım, təşəkkür edirəm sizə. Mənimlə yenə bir də verirəm. Yəni, bax, mənə yuxarıdan yazırsınız. Mən maksimum 4 dəfə götürə biləcəm bundan sonra. Maksimum 4 dəfə. Yəni, mən o yerində olsa, ondan sonra götürə bilməyəcəm sizə. Zəhmət olmasa, sonra mənə deməyin ki, hə, bəzən deyirlər ki, müəllim özündən razılıq. Keçən ay, məsələn, bir 10 dəfədə yer olmadı. Onlar keçdi bu ayın qrupuna. Deyirlər ki, müəllim özündən razılıq eləyir. Götürmür? Yox. Sadəcə mən qrupa 30 nəfər, 40 nəfər yığıb orada hamını, necə deyim, kör qoya bilmərəm. Biz eləyiriksə, hamıdan sual cavab eləyirik, hamıya normal dərs keçirik. Eləmiriksə, yəni aləm qatmırıq bir-birinə. Onu demək istəyirəm ki, sonra mən deməyin ki, hə, müəllim bizə yox dedi, müəllim yerim yoxdur dedi, müəllim bizi nəvin götürmədi, bəyənmədi, özünə razı müəllimdir. Özümdən razıyam olmağa, düzdür. Niyə razı olmayım ki? O qədər maşın nəticələrimiz var, 100 bal yığanımız var ki, heç kəsdə yoxdur bu. Amma siz də vaxtında tərpənməlisiniz deyim də. Belə, burada var Zoom kullanıcısı. Bu kimdir? Mənim, Fidan mənim. Tamam. Fidan xanım, hansı fəndisiz? Kimya. Ah, əla. Kimyaçılarımız lap kimyasal yönə rəyəm açılır. Əla. Nə gözəl. Hətta düşünürəm ki, bu kurikulumdan ayrıca bir kimya qrupu götürüb, sırf o kimyadan o kurikulum dilində məşğul olmaq üçün. İndi fevralda ola bilsin ki, martda falan bəlkə eləyərəm. İndi düzdür. Mən əslində fərq qoymamağa çalışıram. Çünki mən kurikulum müəllimiyəm də, fərq qoymaq olmaz. Amma maksimum bir 15 nəfər yığılsa ki, ancaq kimyaçılar, hansısa bir qrup yoldaşları falan, hə, elə olsa bir kimya qrupu açmağı mən də düşünürəm.
Belə. Yaxşı olar. Çağırır, müəllim, qapıdan necəsə. xanım sizi çağırır, gəlirsiniz, başlayırıq sizdən. Deməli, siz mənə deyin görün. Deyirəm ki, bax, nəyə görə mən sizə deyirəm ki, müəllim bilməlidir ki, öz fən kitabından dərsləri bilməlidir. Belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə, tutaq ki, müəllim şagirdlərə Alkanlar dərsini keçdiyi zaman, müəllim şagirdlərə, tutaq ki, hibridləşmə dərsindən, rabitə dərsindən suallar verir. Hansı Aha. inteqrasiya? Bu fən daxilidir müəllim, amma şagulidir. Çünki biz Niyə? arkanları keçirik çünki 10-cu sinifdə. Ay, sağ ol. Amma hibridləşməni Rabitə. 8-ci rabitə Ay, dərsidə. sağ ol. Bax, buna Rabitəni görə keçirik deyirəm. 8-də. Aferin. Bax, burada mən demədim əvvəlki il, demədim sonraki il. Artıq öz fənninizlə bağlı bilməlisiniz ki, hansı fən hansı sinifdən keçirilir. Onu bilsəz, okey. Fən daxili işləyə biləcəksiniz. Və yaxud da belə bir sual verirəm. Deyirəm ki, müəllim şagirdlərə kimyadan layihə işi vermək istəyir. Şagirdlərə bildirir ki, layihə işini hansı üzvü maddəyə görə verək. Gəlin sizlə bunu qruplaşdıraq. Müəllim şagirdlərdən, yəni, gəlin buna ad tapaq. Müəllim şagirdlərdən ad seçir, həmçinindəki həmin mövzuya aid məsələlər də işləyirlər dərs zamanı. Riyazi hesablamalar da işləyirlər dərs zamanı. Hansı Aha. inteqrasiya var? Hə müəllim, burada şagird yönümlülük var. Bir də ki inteqrasiya qaldıqda da burada riyaziyyatla inteqrasiya edib də müəllim. Fənlər arasıdır. Ay, sağ ol. Niyə fənn üstü yoxdur ki? Layihə söhbəti var idi. Niyə fənn üstü olmadı? Var, çünki sinifdə edirlər. 1:45 dəqiqədə Elə edirlər. Əgər bax, Afidan müəllimə, layihə eləmirlər ha sinifdə. Deyəcəksiniz ki, müəllim Aha. hər bir şey tapılır. Çünki hər bir şey deməliyik ki, biz belə deyəndə kör qalmayaq sonra. Bax, demədim ki, layihə işləyir. Layihə işi keçəcək biz sizdən. Yəni müəllimlərdən də sizin olmasa keçəcək biz. Layihə işini heç vaxt heç bir ay eləmək mümkün deyil. Deyirəm ki, layihə ilə ad seçirlər. Elə ad seçirlər deyə bu dərs zamanı ad tapmaq nədir ki? Hə, alkanlar mı olsun, metan mı olsun, nə bilim, zülallar mı olsun, nə var ki bunu seçməyə? Biri götürürlər də. Elə mövzunu axtarırlar. Bu bəli bir dərs ola bilər. Amma layihəni hazırlamaq desəydi, o bəli, artıq fənn üstü olacaqdı. Deyirəm ki, müəllim. Bax ki, nə verim sizə bir dənə baxım görüm. Hə, deyirəm ki, müəllim. Tutaq ki, şagirdə dərs zamanı müəllim şagirdə dərs zamanı bildirir ki, evdə gedib məişət qazını açarsınız, baxarsınız görək bunun iyi var, yoxsa yoxdur. Bunu yoxlayıb mənə bildirərsiniz. Hansı inteqrasiya var? artıq evdə eləyir mənim fən üstüdür bu. Evdə tətbiq eləyir bu müəllimin tapşırığını. Aha, yaxşı, fənn üstüdür, əla. Qəliz suallara keçmək istəmirəm əslində. Yaxşı, Fidan xanım, təşəkkür edirəm. Minnətdaram, təşəkkür edirəm sizə. Sağ olun. Saat 9-dur. Düz biz sizdən 1 saat yarımdır ki, bərabərik. Həm izah verdik, həm sual cavab elədik. Sabahlanıb yenə sual cavab eləyəcəm. Bir də sabah mən sizə taksonomiya izah eləyəcəm. Bu gün hansı qrupa ki link atmışamsa, atacam yenə. Amma əgər sırf istəyirsə ki, sınaq qrupunda olasınız, mən bu nömrəmə yazın ki, mən sizi sınaq qrupuna salım. Belə, sağollaşıram, hələlik, gecəmiz xeyrə qalsın. Ümid edirəm ki, kiməsə az da olsa mən bu gün fayda verə bildim. Sağ olun, sabahlanıb görüşərik. Hələlik. Kaydı göndər.